mədəniyyətsizliyi təbliğ edin. Nəyə görə? Yox, incimədən lətafət. Mən sözün düzünü Məni deyəcəm. məndən qoparırsan, götürürsən, aparırsan. Hara götürür, hara aparır? Səs Yəni rejissoru məndən Kim aparır? Tək sən bacarsan. ruhumu qoparırsan, sevgimi Ondan aparırsan. başqa söz yoxdur. Gördünüz mahnıda. İmini siz onu təkrar. Bu mahnı Tərlan Novxanın siz hər kimin mahnısıdır. Mən Tərlan Novxanın mahnısıdır. Hər kəs yaza bilər. Bu xanım da evdə oturub mahnı yaza bilər. Verə bilər ki, evdə oturub. Ya demək istəyirsiniz ki, meyxana tərzi mahnı oxumuyorum. Yox, sözləri Aha. mən sizə deyim. Daha məntiqli demək istəyirsiniz də sizə. Yoxdur, burada sətr altı, şuur altı, pis kəlmələr var. Hansı pis kəlmələr axı? Yəni gör mən nəyəm ki, tək sən məndən bacarırsan. O mənada demək götürürsən məni, aparırsan. Ruhuma Sual yaranır, sizi hara aparır? Restoran aparır, meşəyə aparır. Heç, onda sözdə düzəliş eləyərdiniz, deyərdiniz ruhən yox. İncimin məndən. Mən elə ruhən başa düşdüm də. Yadlayıb onda oxumasın. İfaçıdan çox şey asıldı. Xanımlar, siz çoxsuz mən təkəm, amma hamınıza güc gələ bilərəm. Müğənni deyil, yox. Tərlan Novxanı içimdən gəldi ki, Lətafət xanım müğənni deyil. Müğənni deyilsə, niyə əlinə mikrofon alıb oxuyur? Yoxdur səsi. Səsim var Yox, bu qadının yox. Elə möhtəşəm bir səsiniz yoxdur. yoxdur deyir səsiniz. Mən sizə sübut eləyərəm mənim necə Yox, gözəl səsim var. durun canlı oxuyun. Yox, mən sizə sübut Yox, eləyərəm. durun indi canlı oxuyun da. O da yaxşı Sübut fikirdir. eləmək istəyirsiz, durun canlı oxuyun. Bir xalq mahnısı oxuyun, xalqın dilindən. Qoy xalq öz fikrini Məncə seçim səhvidir, amma ya xanım oxuya bilir də. Xanım muğamla xalq mahnısını seçə bilmir, amma görürsünüz. Deyir 20 ildir mən aparıcıyam. Deyir ki, bu xalq mahnısı deyil də öz dilində. Bəs mənə deyirəm, dur bir xalq mahnısı oxu, səsini Mən eşidək. sevdiyim mahnıları oxuyuram. Sevdiyiniz mahnını birini canlı oxuyun. Elə bu mahnını oxuyun. Oxuyun Yox, bu canlı. mahnını yox da, Sizi qəşəng məclisə mahnı. dəvət edirlər. Mən Amma bütün məni dəvət məclislərdə varım, edirlər. ziyalım acı. Valla mən Yox, dəvət məclis Məncə göstərici Talib bəyi deyil. musiqidən anlayan insanlar məclisə dəvət edir. Bəli. Yox, o başqa. Amma mən də öz tərzimə görə dəvət edirlər də. Ağır itham Yox, edirlər. səsin yoxdur deyirlər. Mən bu Onda ittihama oxumazsınız layiq mahnını. deyiləm. Sözlər cəfəngiyatdır. Amma qəşəng Gənclərimizə oxudu da pis xanım. örnəkdir. Yox, qəşəng oxumur. Könül Niyə onu Kərimova da vurğulayırsınız? oxuyub. Niyə görə Çoxları oxuyub bunu. Qəşəng oxumur. mahnını Könül Kərimova da Leyla Camal oxuyub. Çoxları Mən oxuyub. onları da eşitmədim. Könül Sizdə Kərimova da ifa Yaxşı, edib bu. onu başa düşdüm ki, siz məni daha möhtəşəm... Ay Allah, necə özünə xalq qazan? Möhtəşəm ifa eləyə bilmərsiniz. Niyə eləyə bilmirəm ki, eləyə bilərəm. Sadəcə Niyə özünüzə Talib bəy? uyğun mahnılar, repertuar seçməlisiniz. Bundan öncəki mahnı Yaxşı, onu bundan sonra bir mahnı ifa edəcəm. Ona öz fikrinizi bildirərsiniz. Dost acı söyləyər. Baxın, Dost xətrinə acını dəyəcək, amma yox. ekrandan kənarda söyləyər. Burada Məncə mahnı söyləməz. Burada Siz burada susaydım, susar. camaat Yox, yox, susuram siz ki? burada susub, Yox, dost susar. onda kənarda xalq məni deyərdiniz. qınayacaq. Siz Git də. Siz də mükəmməl deyilsiniz də. Gəlin bunu da qəbul edin. Mükəmməl bir